Nihayət ki, ədalət tərəzisi Sabirabadım xeyrinə ağır gəldi. Özünü qanun keşikçisi, korrupsiya ovçusu kimi qələmə verib, xəstəxananı şəxsi mülkünə çevirən Həsən Hüseynovun gedişi bir devrin sonu, Sabirabadın isə göz aydınlığıdır. Gəlişi ilə ümid paylayanlar, gedişi ilə bayram etdirənlər, tarixin yaddaşında ancaq talançı kimi qalırlar. Xəstəyə məlhəm yox, gəlir qapısı kimi baxmaq, şöbə müdürləri ilə tibb dilində deyil, aylıq dilində danışmaq hansı mənəviyyata sığardı? İndi rəqəmlər danışır. 1.571.647 manat. Bu sadəcə büdcə rəqəmi deyil. Bu yüzlərlə xəstənin dərmanı, onlarla tibbi avadanlıq, Sabirabad sakininin haqqı idi. Səndə mən nizam-intizam gətirməyə deyil, bu nəhəng vəsaiti mənimsəməyə gəlibmiş. Lakin Sabirabad təks deyil. Bugün Həsən Hüseynovun aqibəti hələ də mənə toxunmazlar deyib, rayon xəstəxanalarını bazara çevirən, xalqın cibinə göz dikən digər rəhbərlər üçün dərs olmalıdır. Kim ki ağ xalatın şərəfini pula satır, kim ki vəzifə səlahiyyətini soyğunçuluq alətinə çevirib, bilsin ki, növbə onlarındır. Sabirabadda təmizlənən bu haram süfrə digər bölgələrdə də mütləq yıxılacaq. Bizə yeni bir hesabdar yox, andına sadiq, xalqın ağrısını öz ağrısı bilən həkim lazımdır. Həsən Hüseynovun islahat maskası altında yetişdirdiyi kadrlarda unutmasın. Sabirabad xalqı artıq oyaqdır. Köhnə xisləti yeni adlarla davam etdirməyə xəyalları puç olacaq. Şəfa ocaqlarımız haramdan, xalqımız isə xəstənin halına yox, puluna baxanlardan bir dəfəlik qurtulsun. Gələnlər gedənlərə rəhmət oxutmasın. Əsl xidməti ilə xalqın duasını qazansın.